Uşaq vaxtı kimsə balıq başı yeyəndə mənə çox qəribə gəlirdi. İndi isə özüm balıq başını çox sevirəm. Keçən dəfə beluqa başından uxa bişirmişdim və Instagramda da, TikTokda da 1 milyondan çox izlənməsi var idi. İndi isə başqa cür bişirmək könlümə düşdü. Qulaqlarını və ortada olan o yeyilməyən hissəsini çıxartdım. Biraz qulaqlarını çıxartmaq çətin oldu. Nəysə ki, bunu da elədim. Beluqa başı kollagenlə olduqca zəngindir. Ona görə də onu yeyəndə oynaq və sümüklərə olduqca yaxşı təsir eləyir. Bu balıq başını mən ilkin fişdən almışam. Hər gün təzə-təzə balıqlar olur. Özünüz də səhifələrinə keçid edib izləyə bilərsiniz. Bal, zeytun yağı, turşu, naşarı qarışdırıb balığın hər tərəfinə çəkdim. Təzə kartofu yaxşı yudum, 2 tərəfdən çəngəllə dişdim. Duzun, istiotun, sarı kökün, zeytun yağını əlavə edib qarışdırdım. Tökdüm balığın yanına. Bəziləri şərhlərdə yazır ki, kartofla balığın nə əlaqəsi? Mən şəxsən kartofla balığı çox yaraşdırıram və balığı çörək əvəzinə kartofla yeməyi daha üstün tuturam. Üzərinə yarım limonun suyunu yaxşıcana sıxdım. Sobaya 180 dərəcəyə yolladım. 1 saata altı üstü yaxşıca qızardı. Artıq balıq başımız hazırdır. Kim desə ki, balıq başında ət yoxdur, ona inanmayın. Elə hər tərəfindən ət çıxır. Özdə ağ ətindən əlavə şirəli ətini də çox sevirəm. Qiyməti də olduqca münasibdir. İlkin fiş şərq bazarında yerləşir. Gedib çıxa bilməyənlər səhifədən sifariş verin, taksiyə qoyub göndərsinlər. Bu da belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, yeməyimi bəyəndiniz. Siz də bişirin, uşaqlarınıza da verin. Çox xeyirlidir, nuş olsun.